Uşaqlar, xoş gördük hər birinizi. Bugünkü blok imtahanının 3-cü qrup B variantının suallarıyla tanış olacağıq. Test cavabları deyəcəm. Yoxlayın cavabları, mütləq bizimlə bölüşün. 7-ci əsrin 40-cı illərindən fərqli olaraq 50-ci illəri Albaniya dövləti üçün səciyyəvi olan cəhət. Burada uşaqlar cavab D variantı olacaq. 654-cü ildə Bizansla ittifaq yaradılmışdı. D variantı. 2-yə baxırıq, 32-yə daha doğrusu. Bu çox sadə sualdır. Burada təbii ki cavab A variantıdır. Oxumağa ehtiyac yoxdur. NATO-ya üzv olması, konstitusiyanın qəbul edilməsi və Avropa İqtisadi Birliyi yaradılmasına iştirak edilməsi deməli 2-ci Dünya müharibəsindən sonrakı tarixin ümumi cəhətləri soruşur. Baxın, burada cavabımız B variantı olacaq. Fransa və AFR üçün səciyyəvidir. İngiltərə AİB-də yoxdur. Məsələn, İngiltərənin konstitusiyası yoxdur. SSR məsələn NATO və AİB-də yoxdur. Türkiyədə AİB-də yoxdur. AİB-in yaradılmasında iştirak eləməyib. Cavab odur B variantı. 34-də baxırıq. Yerin dəyişəcəyi 45-in dekabrıdır bu. Dekabr. Bu 1920-nin iyun ayıdır. İyun ayıdır. 1949'dur açıq dənizdə neft və 1956'dır. Burada uşaqlar cavabı elə 1 və 2-nin yerini dəyişən kimi cavablarımız çıxmış olacaq. 35-ci sual əslində uşaqlara çətin görünür, amma sadə suallardan biridir. Baxın, deyəcəm nəyə görə. Xəzər xəqanlığından fərqli olaraq Uyğur xəqanlığı 8-ci əsrdə yaranıb. Sasani dövlətinə qarşı mübarizə aparmayıb. 1-ə C-ni tapırsan, 1-ə C-də bir dənə variant da var. O da E variantında var. Füsə bu qədər sadə. Aydınmı? Sxemi tamamlayın. Ərəblər dövründə alınan vergilər, bəli, xərac və cizyə idi. Uşaqlar burada diqqətsizlik ediblər. Torpaq mülkiyyət formalarla qarışdırıb D yazanlar da var. B yazanlar da var. Amma burada doğru cavab E variantıdır 36-da. 37-yə baxırıq. 19-un ikinci yarısında Şimali Qafqaz, yəni 1864, Mərkəzi Asiya, yəni 1895 Rusiya tərəfindən işğal edilib. Bəli, doğru cavab D variantıdır. 38 də əslində çətin görünür, amma sadə sualdır. Uşaqlar, böyük suallardan heç vaxt qorxmayın. Bunun cavabı həmişə sadə olur, cavab olur. Deyəcəm indi niyə? Həmişə ortaq cəhəti tapırsan. 1-ci Dünya müharibəsində Rus ordusunda xidmət ediblər hər biri. Deməli, 4-də mütləq B olmalıdır. Baxırıq 4-də B-nin olduğu 3 dənə variant var, düzdürmü? Sonra baxırıq nəyə? Əliağa Şıxlinski, bəli, Rusiya paytaxtının toplarla müdafiəsində iştirak etməsi. Bu uşağın cavablarını əsasən yoxlayıram. Bəli, uşaqlar, 1-ə də C-ni tapırıq. 2 variantımız qalır. Deməli, döyüş nəticəsində şücaətinə görə brilyantlarla bəzədilmiş silah, bu da Saməd və Mehmandarov aid olduğuna görə, bəli, cavab olacaq D variantı uşaqlar. Bu da doğru cavabdır. 13-cü əsrin 30-cu illərin sonu, bu uşaqlar sadə sualdır yenə. Baxın, çox rahat düşüb suallar, çox. Yəni bundan artıq rahat sual ola bilməz. Burada cavab E variantıdır. Ali Monqolxa düz yazıb bu uşaqda. Xəritədə rəqəmlərlə verilən ərazilər üçün doğru olmayan deyir. Uşaqların bəziləri çaşıb doğru kimi götürüblər. Diqqətli olmaq lazım idi. Bizans imperiyasının paytaxtı olub 4. Konstantinopol. Bu doğrudur. Bizans imperiyası üzərində qələbə nəticəsində Rəşidi xəlifələri dövründə Misir ələ keçirilib. Bu da doğrudur. 8 əsrin əvvəllərində ərəb qoşunları tərəfindən tutulub 1. Piriney yarımadası İspaniya. Bu da doğrudur. Bizans imperatoru Justinian tərəfindən işğal edilmişdi. 5. Şimali Afrika torpaqları, Vandal krallığı. Bu da doğrudur. Cavab olacaq C variantı. Xlodvig İtaliyanı yox, Qalliyanı işğal etmişdi uşaqlar. Doğru cavab C variantı. 41-ə baxırıq. 17-ci əsrdə baş vermiş Səfəvi Osmanlı müharibələrinə aid deyil deyir. Baxın, Səfəvi Osmanlı müharibələrinə aid deyil. Bu uşaq düz yazıb. Bəli, C variantı da olacaq burada cavab. Çünki Hörmüz məsələsi Portuqallarla olan söhbətin nəticəsidir. Şah Abbas Təbrizi azad edib, bəli. Sufyan adlı 1605-də, bəli. Osmanlı Krım qüvvələri 1618-də, bu da bəli. Qəsr Şirin də, bu da 1639-cu ildir. Doğru cavabdır. Cavab oldu C variantı. 42-ci sual. Azərbaycan Xalq Cümhuriyyətinə aid hadisə nəticə əlaqələrinin uyğunluğunu tapacağıq. Müəssislər Məclisinə seçkilər haqqında əsasnamənin qəbul edilməsi, parlamentin fəaliyyətə başlaması. Bu yanlış cavab olacaq. Çünki parlament belə deyək ki 1918-ci noyabr ayının 20-sində Milli Şuranın qərarı ilə Azərbaycan parlamentinin yaradılması haqqında qərar verilir, qanun qəbul edilir və bu qanuna uyğun olaraq da 1918-ci ilin 7 dekabrında deməli AXC parlamenti fəaliyyətə başlayır. Burada əslində çaşdırmaq üçün veriblər. Yəni müəssislər məclisi olanı çıxırsan cavablardan. Bakının işğaldan azad edilməsi 1918-ci ilin 15 sentyabrda təsadüf eləyir. Milli Şuranın fəaliyyətini dayandırılması isə bu da əlaqəsiz cavabdır. Baxın, ikinin də cavablardan çıxan kimi cavabımız qalır ortalıqda 3-dən 4. Mudros müqaviləsi ilə Osmanlı qüvvələri Naxçıvanı tərk edir. Ümumiyyətlə Azərbaycanı tərk eləmişdi. Bu doğrudur. Əskərən yaxında döyüşün baş verməsi milli ordumuz hissələri, bəli, erməniləri məğlub. Cavab olacaq C variantı. Sonra 43-ə baxırıq. 19-un 50-ci illəri Şimali Azərbaycan tarixi üçün səciyyəvidir. Bu çox sadə sualdır. Burada söhbət şu, bax, təhkimçilik hüququnun ləğv edilməsi, bizdə təhkimçilik olmayıb, amma lap belə bu 1870-ci ildir, iqtisadi cəhətdən asılığa son qoyulur. Kəndlərin vergi mükəlləfiyyətlərinin ləğv edilməsi, belə bir şey ümumiyyətlə yoxdur. Kəndlərin feodal asılılığından ləğv edilməsi, bunu bayaqları qeyd etdik, bu 1870-ə aiddir.
Hər bir kəndliyə 5 desətən torpağın verilməsi bu 40-cı illər və 70-ci illər artıq cavab olacaq B variantı. Yəni 1852-ci ildə dövlət kəndlilərinin köçmə hüququ ləğv edilmişdir. 44-ə baxırıq. Bu da çox sadə suallardan biridir. 16-cı əsrin ikinci yarısında bəli, doğru cavab A variantı olacaq. Yəni burada 1578-ci ildən söhbət gedir. Deməli 1578-90-cı ildə Səfəvi Osmanlı müharibəsinin yeni mərhələsi başlanmışdır. Sonra 45'e baxırıq. 2-ci Qarabağ müharibəsi dövrünə aid deyil. Baxın, dövrünə aid deyil deyirsə biz 44 gün müharibəyə baxmalıyıq. Düzdürmü uşaqlar? Diqqətli olacaqsınız. Hadrutun azad edilməsi 9 oktyabrdır və Şuşaya nə olmuşdu? Əlverişli şərait yaranmışdı. Bu doğrudur. Qarabağ müjrisini görürsənmi? Doğrudur bu da. Minimum neymişdi? Sonra aldacı taktikalı Ermənistanın hava hücumundan müdafiə sistemləri elə bu qisas Qarabağ müjrisi əməliyyatı nəticəsində baş vermişdi. C-də doğrudur. Azərbaycan istehsalının pilotsuz uçuş aparatlarından istifadə edilməsi bəli, bu da doğrudur. Cavab olacaq D variantı. Bəli, bu da doğrudur. Müharibəsinin sonu. Bəli, D variantı olacaq. Böyük ehtimalla burada. Tələsirəm uşaqlar. Bəlkə nədəsə səhv eləyərəm, mənə yorumlarda yazarsınız. Bu da sadə sualdır. 4-cü minilliyin sonunda qədim Misirdə vahid dövlət yarandı. Bəli, yuxarı Misirin aşağı Misir üzərində qələbə qazanması nəticəsində. Burada da A variantı olacaq cavab. Bu sadə sualdır. 47-yə baxırıq. Söhbət uşaqlar Kəlbəzər ərazisindən gedir. Kəlbəzər ərazisindən aid Paleolit dövrünə aid Zarmaq arası var. 1 doğrudur. Və 2020-ci il noyabr 25-də bəli. Bu da olacaq, cavab olacaq 1-5. C variantı. C. Sonra baxırıq 48-ə. Bu da çox sadə suallardan biridir. Qaraqoyunlu hökmdarı Qara Yusiflə Səfəvi şahı Təhmasibin oxşar cəhəti ancaq nə ola bilər? Əlbəttə ki, Şirvanşahlarla müharibə aparmalar. Baxın, yeni dövlətin əsası Təhmasibə aid deyil. Teymurlərlə mübarizə Təhmasibə aid deyil. Avropa dövlətlərlə hərbi ittifaq demək olar ki, heç birinə aid deyil. Qara Yusif ümumiyyətlə aid deyil. Osmanlı dövlətlə sülh müqaviləsi imzalanması isə Təhmasibə aiddir. Cavab oldu A variantı. Əsası kəngərlərini gördünmü? Hansı xanlıqdır? Naxçıvan xanlığı. Deyir ki, Naxçıvan xanlığı İrəvan xanlığı ilə ümumi cəhəti. Burada çıxacağımız cavab var. Baxın, Rusiya ilə Georges müqaviləsini imzalamayıb. Qubeynəl Lənkəran edir, düzdürmü? Türkmənçay müqaviləsinə görə də Qacarların yox, Rusiyanın tərkibində qalır. Bunda çıxdınmı? Cavab oldu 1-3. Bəli, baxırsan, doğru cavabdır. Sonra 50'ye baxırıq. Yəni burada da C oldu cavab. 50 Elnəzər dövlət hökmdarı Məhəmməd Cahan Pəhləvanın fəaliyyətinə aid deyil. Fəaliyyətinə aid deyildir. Uşaqlar, baxın B variantı. Bunu biz hər dəfə dərslərdə deyirik. Sultan titulu Qızıl Arslanın adı ilə bağlıdır. Qızıl Azərbaycanda ilk sultan titulunun alınması Qızıl Arslanın adı ilə bağlıdır və cavab olacaq B variantı. 51'ə baxırıq. 20-ci əsrin 1920-ci illərdə Şimali Azərbaycan işğalını başa çatdırdıqdan sonra, ya burada uşaqlar əslində çox sadə sualdır. Yəni belə mətin verib sizi qorxutmaq istəyirlər. Amma Rusiya bunu eləməli, nə edəcəkdi? Nail olacaqdı. Müstəmləkəçi iqtisadi siyasət tətbiq edəcəkdi və Azərbaycanı ucuz xammal mağazasına çevirəcəkdi. Bu kimsə, bəli, D variantı doğru cavabdır. Yəni 1-3-4 səhvdir burada. Heydər Əliyevin birinci prezidentliyi dövrü, yəni 93-98-ci illərə aid olan hadisələri tapacağıq. Baxın, BMT-ni çıxacaqsınız burada cavablardan. BMT 92-dədir bizdə. Strateji əhəmiyyət daşıyan Hörades qəsəbəsini gətirəcəksən cavablara. Cavab olacaq B variantı. Torpaq haqqında qanunda 96-cı ildir. Bəli, bu 94-dür, bu 96-dır. Cavab oldu 2-3. B variantı. Sonra 53-cü sualımız. Rəvvadilər dövləti, Şirvanşahlar dövləti ilə oxşar salarlardan fərqli xüsusiyyətini tapmaq lazımdır. Bax, Rəvvadilər ərəb mənşəlidir, Şirvanşahlar da ərəbdir. Bu oxşardır. Salarlar amma türk mənşəlidir. Deməli, cavablardan biri 1 olmalıdır. Böyük Səlcuq dövlətinə asılı olmuşdur. Rəvvadilər də, Şirvanşahlar da asılı olub, Salarilər Böyük Səlcuqu görməyiblər. 2 də olmalıdır. Slavyanların hücumuna məruz qalması bu Salarilərə də aiddir deyə cavabımız olmayacaq. Dəbil əmirliyini özünə birləşdirməsi isə bu Rəvvadilərə aid deyil, Şirvanşahlara da isə aid deyil. Doğru cavab 1-2 olacaq, bəli. 54-ə baxırıq. 1711-də Prut çayı sahilində sülh müqaviləsi imzalanır. Rusiya Azov qalasını Osmanlıya qaytarır. Bəli, bu doğrudur. 83-cü ildə Parisdə sülh müqaviləsi imzalanır. İngiltərə ABŞ-ni müstəqil tanıyır. Bəli, bu da doğrudur. Nezmi döyüşü baş verir 1645-də. ABŞ-da istiqlaliyyət bəyannaməsi 1776-da əlaqəsi yoxdur. İkinci Yekaterina hakimiyyəti gəlir. Rusiyada mütləqiyyət daha da güclənir, əksinə zəifləmir. 17-ci əsrdə 30 illik müharibənin baş verməsi Qərbi Avropada üstünlük İspaniya, Fransaya keçir. Bəli, bu da doğrudur. Doğru cavab bu uşaq yenə də bunu düz yazıb 1-2-5 olacaq. 55'ə baxırıq. Neolit, bu da çox sadə. Neolit və Eneolit dövrlərinin oxşar cəhətləri içərisində 1 düzdür, 3 düzdür. Bəli, 1-3-5 olacaq cavabımız uşaqlar. Süni suvarma Tunc dövrünə aiddir. İlkin şəhər mərkəzləri Tunc dövrünə aiddir. Aydınmı? Saxsı qabların hazırlanması Neolitdən başlayır və ondan sonraki dövrlərdə də var uşaqlar. Çaşmayın. Burada uşaqların bəziləri 1-5 yazırlar, amma 1-3-5 olacaq cavab. Artıq 56'ya baxırıq. Bu da sadə sualdır. Deməli 1192, 1043, təxminən 1400 ilə 7 götürək bunu.
Osmanlı dövlətinin paytaxtının Bursa şəhərinə köçürülür. Bu da 1329. Cavab olacaq 2, 1, 4, 3. Bəli, 1, 2, 4, 3 yox. Demək 2, 1, 4, 3. 57-yə baxırıq. Otluk belə döyüş uşaqları 1473-cü ildə Osmanlı və Ağqoyunlu 1-ə AD düzdür. Yəni 1-ə AD. Sonra Mərv döyüşündə isə Qaraqoyunlu olmayıb, Səfəvi olub, bəli. Osmanlı da olmayıb. Akmoylu da olmayıb, Cəlalilər də olmayıb. Deməli, biri AD, 2 C olmalı cavab. Sonra, baxır, mənbə sualı uşaqlar, əslində biz buradan gözləmirdik mənbəni. Həqiqətən də möhtəşəm yerdən düşür. Mənə elə gəlir ki, müəllimlər uşaqlara jest ediblər. Baxın, mənbədə oxumusunuz. Deyir ki, mənbədə bəhs olunan müharibədə qalibdir. Mənbədə bəhs olunan müharibə 431, 404-cü illərə aiddir eradan əvvəl. Sparta qələbə qazanmışdı. Bəli, burada istisnasız Sparta qələbə qazanmışdı. Mənbədə bəhs olunan müharibənin başlanmasının bir siyasi, bir də iqtisadi səbəbini yazın. Şöyle siyasi səbəb, yəni Yunan-İran müharibə üzr istəyirəm. Afina Sparta, baxaq. Yox, şöyle burada düzdür şöyle. Afina çaşdım, elə bildim Yunan-İran müharibəsindən düşür sual. Burada Afina Sparta müharibəsindən söhbət gedir. Bəli. Deməli baxın burada Periklin ölməsi məsələsi zadı bizə onu nə edəcək? İpucu falan verəcək. 431-404-cü illərdə baş vermişdir və mənbədə baş vermiş müharibədə Spartalılar qalib gəlmişdir. İstisnasız və bu müharibənin səbəblərindən biri. Məsələn, iqtisadi səbəblərə yaza bilərsiniz ki, gəlin bir dənə siyasi yazaq, bir dənə də iqtisadi yazaq. Deməli, məsələn, nə yaza bilərik? Burada söhbət nə idi? Yəni Afina Sparta arasında yəni belə deyək, siyasi səbəbə yaza bilərik, çox uzatmağa ehtiyac yoxdur. Afina demokratiyası ilə Sparta oliqarxiyası arasında ziddiyyətlər. Baxın, bu siyasi səbəbdir. Ziddiyyətlər. İqtisadi səbəbə nə yaza bilərik? İqtisadi səbəbə məsələn belə deyək, bu Yunan-İran müharibəsi nəticəsində Afina həddindən artıq güclənmişdi. Və bu da belə deyək, Spartanın xoşuna gəlməmişdi. Yəni Yunanistanda ağalıq etmək uğrunda hər iki dövlət nə eləmişdi? Müharibəyə gətirib çıxartmışdı bu məsələ. Buna iqtisadi səbəb olaraq nə yaza bilərik? Məsələn, elə şey yaza bilərik. Yunan-İran müharibəsi nəticəsində Afinanın belə deyək, Afina dəniz ittifaqının yaradılması, ondan sonra Afinanın güclənməsi, xeyli qənimətlər ələ keçirməsi və yaxud da belə deyək, Afinalıların məsələn dəniz sahibi adlanması, yəni bir çox şeyləri yazmaq olar uşaqlar. İndi görək Dövlət İmtahan Mərkəzi doğru cavab kimi nə götürəcək? 60-cı sualımızda isə haqqında bəhs olunan müharibənin mənbədə verilməyən 2 dənə nəticəsini yazmaq tələb olunur bizdən. Mənbədə verilməyən 2 dənə nəticəsi içərisində biz nə yaza bilərik? Baxın, 1-ə yaza bilərik ki, mənbədə ümumiyyətlə nəticə verilməyib, amma düzdür, Spartanı verib bir dənə nəticə. İkinci nəticədə biz nə yaza bilərik? Məsələn, Yunan şəhər dövlətlərinin zəifləməsi, bilirsiniz də, ondan sonra Makedoniya məsələsi var. Makedoniya işğalı altına düşəcək. İkinciyə də məsələ yaza bilərik ki, Yunanistanın təsərrüfat həyatına qısa yazıram, zərbə dəyməsi, nə bilim, mənfi təsir göstərməsi və yaxud da nə bilim, böyük zərbə dəyməsi. Aydındır uşaqlar. Yoxlayın, nəticələrinizi bizimlə bölüşün. Uğurlar uşaqlar, müvəffəqiyyətlər hər birinizə. İnşallah haqqınızda hər şey xeyirlisi ilə nəticələnsin.